Hər kəsə salam. Ümid edirəm ki, yaxşısınız. Bugün biz sizinlə bir artikel sualına baxacağıq. Deməli, birinci hissədə bizə Spanish sözü verilib. Spanish, British, English və buna oxşar digər sözlər həm millət, həm də ki, dil bildirir. Yadınızda saxlayın ki, əgər ondan sonra tək xəbər gəlibsə, deməli dil adıdır, cəm xəbər gəlibsə, millət adıdır. Burada baxırıq ki, is tək xəbər verilib, deməli dil adı olacaq və biz birinci tərəfdə artikeldan istifadə etməyəcəyik. İkinci tərəfə baxırıq, South America, cəhət adları South, North, West, East və bura həmçinin Central, mərkəzi sözünü də əlavə edə bilərik. Bunlardan sonra əgər birbaşa ölkə adı gəlibsə, artikel olmayacaq. Deməli, həm birinci tərəfdə, həm də ikinci tərəfdə zero artikeldir, yəni cavab A variantı. Qeyd edim ki, bu mövzuya aid qısa və asan qeydləri videodan sonra yerləşdirəcəm. Ona da baxıb öz qeyd